Bir daha salam. Bir internete göre situasiyalar qaldı. Cürüs aynı situasiyanı yenidən izah etməli olacağım. Deməli, sabit gərginlik mənbəyinə qoşulmuş, müstəvi kondensatorun lövhə arasında M kütləsi üçün sükunətdədir. Hər halda damcının yükün mənfi olduğunu tapa bilirik buradan. Damcının yükün mənfi olduğunu tapa bilirik. Yuxarı lövhə müsbət olduğuna görə hal-hazırda da mg bərabərdir qy-yə. Deməli, buradan tapırıq m bölünsün q, qy1 daha doğrusu olacaqdır y1 bölünsün j, y1 də 100'dür, bölünsün j 10'dur, təcilini tapırıq 10. Nədir? Q bölünsün m 10 tapırıq. Bizdə deyir ki, y2 150 olanda damcı hansı istiqamətdə hərəkət eləyir? Baxırıq ki, yuxarı çəkən qy qüvvəsi, aşağı çəkən mg'dir. Və y əvvəlcə 100-dən sonra 150-yə gedirsə, yuxarı çəkən qüvvə də artmış olur burada. Çünki F bərabərdir qy qüvvəsi dəyişir. Yuxarı çəkən qüvvə artır deyin, yuxarıya doğru hərəkət eləyər və özü də təcillə. Yuxarıya doğru hərəkət eləyər və təcillə hərəkət edər. Növbət 89-cu sualda deyir, intensivlik Y2 150 olduğu halda damcının təcilini tap. Növbəti halda yuxarı çəkən qüvvənin QY2 çıxaq mg damcının ağırlıq qüvvəsi, yəni QY2 çıxaq mg bərabərdir yazarıq m aya. Bizdən a soruşulur. Buradan aşağıdan yazaq gətirin. A bərabərdir QY2 çıxaq mg bölünsün m. Və şərtdə də bir yuxarıda yazmışdıq ki, mg QY1'dir. mg'nin də əvəzinə QY1 yazsaq olacaq QY2 çıxaq QY1 bölünsün m bərabərdir. Buradan da q bölünsün m mötərizə xaricinə çıxarsa olacaqdır y2 minus y1. Bayaq yuxarıda m böl q-yə 10 tapmışıq. Bizdə q böl m-dir. Yerinə qoyanda yazacaq 1 bölünsün 10. y2 150'dir. y1 100'dür. Qalacaqdır 50 bölünsün 10. Eləyəcək təcil 5. Təcil 5'dir. İntensivliyin, təcilin intensivlikdən asıllıq qrafikini çəksək, əvvəlcə hərəkət eləməyəcəkdir. 100 olana qədər, yəni intensivlik 100 olana qədər sükunətdə qalacaqdır. Sonra da Y2 halına qədər, yəni 150 olan halına qədər başlayacaq düz mütənasib hərəkət etməyə və təcil də 5. Bu qədər. Arada biraz internet narahat eləmişdi bizi, ona görə üzrlü sayın. Sonunda kanala abunə olmağı və like eləməyi unutmayın, şərhlərinizi gözləyirəm.